Məli uşaqlar, gəlin indi biz mətnimizə baxaq görək, niyə mətndən bu qədər səhvləmişik. Mətni oxumuram, artıq hamımızın xəbəri var. Bizə 11-ci sualda deyir ki, doğru fikirləri seçin. Rəsm əsəri ustanı heyrətləndirdi. Deməli, bu hadisədən sonra nə baş verməli idi nəticədə? Şagird və usta həyətə daxil oldular. Xeyr. Çünki niyə? Heyrətləndirəndən sonra bu ikisi birlikdə həyətə girmədilər axı. Birinci şagird gözləyir ki, usta daxil ola və deyir ki, mən ustamın məni çağırmasını gözlədim. Yəni, bir etik qayda olaraq. Deməli, onlar birinci birlikdə girə bilməzlər. Biri silirəm, usta şagirdinin də bu gözəl hovuzunu sıyır. İkini də bilirik ki, belə bir şey yox idi. Biri 3 qalır. Tamaşa etməyə çağırır ki, gəl bax gör necə bir kəndli də belə gözəl sənət əsəri düzəldə bilər. Biri 3-dür, bir də 5-dir. Niyə? Çünki əvvəlki fikirləri təksib etmək o deməkdir ki, inkar edir. O əvvəl fikirləşirdi ki, bizi heç kim anlamır da, yəni anlayanların sayı çox azdır. Ta ki qapıya girib bir kəndlinin də belə bir gözəl əl qabiliyyətinə malik olduğunu görənə qədər. Deməli, mənim cavabım 3 ilə 5 olmalı idi burada. Cavab deməli bizim burada Y variantı olacaq. Sonra baxaq görək, hara getdi bu sual. Deməli, birinci sualı dedik. İkinci sualda deyir ki, üzərində rəqəm yazılan sözün kontekstə uyğun mənası. Burada uzun sözün qısası cavab çox biraz qəribə sual idi. Orada bəzi cihazların dayağı söykənəcəyi qapının üstündə olan burada görək nə veribdir bu 3-ə. Bir dəqiqə uşaqlar. Deməli 3. Rəqəm kimi nabələdi bilirik, bürkünü bilirik. 3 burada rəzə. Rəzə sözünün mənası burada bu verir ki, bəzi cihazların dayağı söykənəcəyi yox. Rəzə qapının üstündə o tak-tak vurur ya, belə bir səs çıxardır, möhkəm bir şey. Yəni, həmin cihazdır, yəni alətdir də. Bəzi cihazların dayağa söykənəcəyi deyil, yəni. Ona görə yanlışdır. 13-cü sualda deyir ki, doğrudur, yanlışdır. Şagird və usta 5-10 il idi ki, əməkdaşlıq edirdilər. Bunu harda gördük ki? Biz belə bir məlumata rast gəldikmi? Xeyr. Bəzən uzun illərin təcrübəsi insanı yanıldar, təbii ki. Müəllimi yanıltdığı kimi. Götürdük 2-ni. Hadisələr ilin isti fəslində baş verir. Orada demir axı, deyər əksinə payız idi. Havanın bürküsü. Deməli, bu yanlışdır və mənə lazım olan cavabdır. Doğrudan doğru, yanlışdan yanlış. 3. Usta və şagird həm də iş axtarırdılar. Bunlar mətndə bu verilən doğru fikirdir. Çıxıblarsa yola, deməli iş axtarmaq üçün çıxırdılar. Çünki orada kəndli, daha doğrusu müəllim niyə deyinirdi? Deyirdi ki, əgər biz bu cəmaata lazım olsaydıq, bizi çağırardılar. Onlara bu saat rəncbər, kəndli, nə bilim, fəhlə, bu kimi adamlar deyir lazımdır. Yəni biz onların marağında deyilik. 4-üm doğrudur. Yolçular piyada gedirdilər. Ola bilər. Usta və şagirdi yaxınlıqdakı kənddən yox, bunlar şəhərdən gəlirdilər. Deməli, mənim ehtimalımda 5-im doğru ola bilər. 6-ım yanlışdır. Çünki onlar yaxınlıqdakı kənddən yox, şəhərdən. Cavab 2, 3, 5. 14. Mətnin ideyası ilə ziddiyyət təşkil edən cavab nə olar? Baxaq burada. Deməli, insanlar bəzən yanlış mühakimələr yürüdürlər. Bu ziddiyyət təşkil eləmir. A-da deyir ki, sadə insanlar da sənət nümayiş etdirə bilərlər. Bəli. D-yə baxın, əsl sənəti yalnız peşəkarlar yaradar. Xeyr. Bu təksib elədik də bu fikri. Çünki həqiqətən digər variantlar doğrudur ki, əsl sənəti peşəkardan əlavə bir sadə insan da bacara bilər. 15. Tünd qaranın mənası. Deməli, 15-də nə deyir? Ən böyük sənətkar bu sadə həyat adamlarıdır. Aha, mənamız nə olar? Sadə bir həyat yaşayanlar da böyük sənət əsəri yarada bilərlər. Tamamilə doğrudur. 16. Bu milli mənəvi dəyərdən danışılmır burada. Y variantı. Sözü bütövlükdə nə söhbət getdi ki? Xeyr. 17. Ustanın xarakteri müdrikdir, 100%. Doğru, bizdən yanlışları istəyir. Hə. Deməli, burada artıq neyinirik? Ehtiyat eləməliyik. 2 düzdür, 1 də düzdür. Etiraf elədi ki, deməli, mən yanılmışam da. Sadə bir kəndli də bunu bacara bilər. Bunlar doğrudur. Evin sahibi onu ehtiram bəsləyir. Bəzi adamlar bunu 3-5 götürmüşdü. İsmail məsəl üçün 4-5 yazmışdı. Orada 3 yanlışdır. Çünki bir adamı qapıda məsəl üçün hər hansı su istəyən insanı siz görsəz, evə çağırsınız.
O demək deyil ki, siz ona ehtiram bəsləyirsiniz. Sadəcə onu siz həmin an üçün ona hörmət göstərdiniz. Ehtiram bəsləmək birinə uzun illər ehtiram, hörmət göstərməkdir daima hərəkətlərinizdə. 3-ü götürə bilmərəm. Sənətinə hörmət edilir. Bəli, ustaya həqiqətən də öz şagirdi tərəfindən hörmət olunurdu. İllərdir. Deməli, mənim yanlışımda biri 3-dür. Bir də 5. Şagirdinə qarşı kobudluğu görmədik. 3 ilə 5 cavab Y variantı. Sonra gedirik 18-ə mətnlə bağlı doğru olanlar. Sadə kəndlər bəzək düzəyi də sevmirdilər. Bu yanlışdır. Elə olsaydı bu qapısına gəldiyi, müəllim kimin qapısına gəlmişdisə, onun qapısı bəzək düzəkli olmazdı. Fəvvarə var idi. Nə bilim, başqa, yəni cürbəcür belə deyil, işlər görmüşdü orada. Ona görə biri götürmürəm. Cavabım qalır 3 ilə doğru fikirlər dediyi üçün. Ustanın kənddə hansı iş sahələrinə daha çox marağının olması konkret özünü göstərir ki, o deyir, bizə deyir, bu kəndlərə deyir, lazım olan şey, baxın, burada deyir, ilk rast gəldiyim dayan, deyir ki, dayan görək o haradaydı, bir dəqiqə. Konkret bu ifadəni burada verib. Deyir, kənddə çatdıqda, susuzluq bizi deyir, nə bilim, əldən salmışdı. Bax, burada. Deyir ki, çatmışıq budur. Əgər biçinci, rəncbər olsaydıq, bizi əzizləyərdilər. Deməli, bu detal göstərir ki, usta həqiqətən də doğru söylüyor 18-ci sualda. Çünki deyir ki, kənddə hansı iş sahələrinə daha çox marağın olmasını göstərir ki, rəncbər və kəndliyə. Biri 3-dür. Bir kənddə insanların başqa sahələrə deyir, rəsmə xüsusi bir marağının olduğu dəqiqləşir. Deməli, biz bunu götürə bilərikmi? Başqa sahələrə deyir, rəsmə. Xeyr. İş orası ki, bu kənddə çox az insan idi rəsmə maraq göstərən. İnsanların çoxu, hamısı rəncbər, kəndli surətində çıxış eləyirdi. Ona görə bir də xanlar və bəylər evlərin dəbdəbəsinə xüsusi diqqət yetirir, 100%. Bu da doğrudur. Bu harda verilib bu cümlə? Deməli, bu cümləyə də bir dənə baxaq. Deyir ki, baxın, xan evlərinin incə və zərif naxışları, məscidlərin mihrabından yazılan yazılar, bəy evlərini bəzəyən şəkillər hamısı onun əsərləri idi. Deməli, həqiqətən də bunu biz gördük. Ona görə bizim doğru cavabımız 18-ci sualda yalnız C variantı qalır. 19. Gözəl bir sənət əsərini yalnız ömrünü sənətə əsr edən sənətkar yarada bilər. Fikrini deyir ki, təsdiq və ya inkar edin. Təbii ki, inkar eləyərik də. Gördük ki, axı bunu bir kəndli də bacardı. Yəni, bunu yazacaqdır ki, fikir yanlışdır, inkar edirəm. Çünki belə bir sənət əsərini sadə bir kəndli də bacarmışdı. 20. Mətnin birinci abzasında nöqtələrin yerinə yazılanlar. Baxırıq. Birinci abzasda nöqtə. Ancaq yayın, istisi verir. Məsəl üçün, o dələyən istisi, insanı boğan bürküsü qalmaqdaydı. Məcazi ifadələr yazmalıydıq. Bitdi. Sonra keçirik ikinci mətnimizə. Nizaminin portretindən bağlı olan mətndir. Burada konkret sizin bir mətniniz bu şəkildə düşəcək. Yəni, biri bədii idisə, ikincisində mütləq bir publisistik üslub olmalıdır. Deməli, bu mətndə bizdən nə istəyir? Gedirik. Deyir, Qəzənfər Xalqovun yaradıcılığı həmişə başqaları tərəfindən yüksək qiymətləndirilib və bunun faktını tapmalısınız ki, bunu sübut edən fakt nə idi burada? Təbii ki, nə olardı? Demək. Yaratdığı portret müsabiqənin qalibi olub. Cəlil Məmmədquluzadənin dəvəti ilə Molla Nəsrəddin jurnalında deyir ki, işə başlayıbdır. O portret əvvəl dayımın düşüncəsində, xeyr, 3-ü silirəm, nə dəxlisi. 4-ü götürə bilərəmmi, saxlayıram bunu da. 5, 1939-cu ildə deməli, bu sual biraz neysə, çox qabağa getdimi mən deyəsəm. Bir dənə baxaq. Bunun cavabları, hanı burada neysə, cavabları deməli. Deyir ki, hökmü təsdiq edən faktları göstərin. Yaratdığı portret müsabiqənin qalibi olub, bəli. Götürə bilərəm. Çünki başqaları tərəfindən yüksək qiymətləndirilibsə, deməli, bu adam konkret bir qalib olmalıydı. Biri götürdük, 2 deyil. O portret əvvəl deyir, daim bunu da saymıram. Sonra burada nə ola bilər?
Bu fikir testdə nəsə problem oldu. Bir dənə təzədən baxaq. Deməli 21-də 1-i götürdük. Yaratdığı portret müsabiqənin qalibi olub. 2. Molla Cəlal Məmmədquluzadənin dəvəti ilə Molla Nəsrəddin jurnalında işə başlayıbdı. Saxlayıram bunu. Sonra o portret əvvəl dayımın düşüncəsində yaranıb, sonra onu işləməyə bax. Xeyr, bu heç vaxt sənin beynində bir ideya yaradarsan ki, nə bilim beynimdə bütövləşib, ondan sonra sən onunla əməkdaşlıq edilibdir, qətiyyən uyğun gəlməz də. Yəni bir adamla o zaman əməkdaşlıq eləyərsən ki, onun uğurlarını görərsən o zaman. Deməli, birim dəqiqdir. 1 olan cavablara baxıram, 3 variant da var. 2 ilə saxlayıram, 3-ü silərəm konkret, 7. 4. Leyli Məcnun, Əsli və Kərəm kimi məşhur tamaşaların səhnə geyimləri, bəli, Qəzənfər Xalqova məxsus olub. Bu da konkret göstərir ki, bununla əməkdaşlıq ediləcək bir sənətkar idi. 4-ü sayaram. 5. Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində şairin bədii obrazının yaradılması ilə bağlı müsabiqə elan eləmək heç vaxt sənin dediyim kimi Qəzənfər Xalqovun yaradıcılığı həmişə başqaları tərəfindən yüksək qiymətləndirilməyin faktı ola bilməz. Fakt olması üçün onun uğurlu əl işləri olmalı idi. Yəni sırf ona aid olmalı idi. 5-ci fikir sadəcə tərtib olunan bir dənə müsabiqədir ki, deyir, yəni ki, bir müsabiqə elan olunubdur. Bu demək deyil ki, bunu biz Qəzənfər Xalqova bağlaya bilərik. 5-i silirəm. Deməli 1 ilə 4-ü tapmışamsa cavab kimi, deməli 2-ni də götürməliyəm ki, Cəlal Məmmədquluzadənin dəvəti ilə bəli, o Molla Nəsrəddin jurnalında işə başladı. Sonra 22. Mətni təbii ki, yazmaqda müəllifin məqsədi sənətkarın yaradıcılıq haqqında məlumat verməkdir. Bunun qeyri-adi bir izahı ola bilməz. 23. Birinci sözə verib orada, səhv eləmirəmsə, prototip vermişdi. Orada prototip sözü heç vaxt məcazi işlənə bilməz. Yadda saxlayın. Ona görə birinci fikrim mənim yanlışdır. Mən burada bunu silərəm. Avtomatik getdi. Müəyyən bir obrazın isimmasında bəli. Sözün şərhi doğrudur, amma məcazi anlamda verilməyi yanlışdır. 2. İz qoymaq. Bu konkret məcazidir. Güclü təsirdir. 2-ni götürmüşəm cavab üçün. 3. Bədii əsərin personajın xarici görkəmi. Bu da onun portretini deyəcək. Bəli, portret də həqiqi anlamda verilə bilər. Deməli, bədii əsərdə personajın xarici görkəmi. Bunu saxlayıram. 4. 4-də deməli nə verir bizə? 4-cü söz hanı burada? 2-ni tapdıq. 4. Yüksəliş. Sənətin yüksəlişi. Bəli, bu da konkret məcazi anlamda olan sözdür. 4-ü verib həqiqidə yanlışdır. 4 olanları sildim cavablardan. 1-i də sildim. 2-ni tapmışam. Aha. Ya 2, 3-dür, ya da 2, 5. 5-ə baxıram. Yadda qalan fəaliyyət xeyirxah əməlləri ilə adı əbədiləşən 5-i nəyə verir? Burada qızıl hərflər. Bəli, bu da konkret bizim məcazi anlamdadır. Deməli, doğrudur. 2 ilə cavabımız 5 olacaq. 3-ə bir də baxırıq. 3-ü nədə vermişdi bu? Veribdi 2. Aha. 3-cü fikrimdə mənim gözümdən qaçdı. Bəlkə mən görmürəm. 3-ü görə bilmirəm. Prototip gördük. İz qoymağı gördük. 3. Nizaminin portretini. Aha. Necə yaratdığı barədə danışır. Nizaminin portretini yaratmaq. Yəni surətini yaratmaq. 3-ü mən həqiqi saydım. Amma mən onu doğru fikirləşirdim. Deməli, bunlar bunu yanlış anlamda veribdi. Konkret onu çıxanda 2 ilə 5 qalacaq. Deməli, nizami portretini yaratmağı bu məcazi verir. Həqiqətən də doğrudan da elə olar. Çünki biz nizami portreti o deməkdir ki, onun real yarada bilməzsən də. Yalnız onu məcazi anlamda surətini yaratmısan. Yəni biz yenidən nizamini heç cür yarada bilmərik. Mütləq ki, orada bir qüsurlar olmalıdır. Sən onun portretinin şəklini çəkəndə. Deməli, bu məcazi anlamı olacaq. 2 ilə 5. 24. Mətnin strukturundan bağlı yanlış fikir. Deyir, mətnin birinci abzasının məzmunu 5 ilə bağlıdır tamamilə. Deməli, bu bayaq baxdıq, doğru olmalıydı. Çünki birinci abzas deyir 39-da Nizami Gəncəvinin 800 illik yubileyindən danışır. 5-ci abzasda yenə Nizamidən danışır. Baxın portretindən necə yaratdığını söylüyor. Deyir, portret yaradana qədər Nizaminin bütün əsərlərini oxuyubdur. Həqiqətən də 1 ilə 5-in tam nə əlaqəsi var? Bundan nə işimiz var ki? 2-ci abzasın sonunda 3-cü abzasla əlaqə yaradan digər cümlə artıra bilərik. Baxıram.
İkinci abzas Qəzənfər Xalqov Azərbaycan təsviri sənətində iz qoyub, yadda qalan əsərlər veribdir. Sonra deyir ki, Qəzənfər Xalqov anadan olub, orta məktəbi bitirəndən sonra rəssamlıq məktəbinə daxil olub, Molla Nəsrəddin jurnalında işləyib. Bəli, 2 ilə 3-ün 3-ü deyir ki, məzmununu bir-birindən bağlayan nəsə yazmaq olar. Təbii ki, olar. İkisi də Qəzənfər Xalqovdan danışırsa uşaqlar, təbii ki, bu doğru fikirdir də. Bunu artırarıq. Getdi. Sonra mətnin nəticə hissəsi bir abzasdan ibarətdir. Baxıram. Nəticəmizə. Bəli, görkəmli Qəzənfər rəssam Qəzənfər Xalqov deyir 81-də Bakıda vəfat edibdir. Aha, yanlış istəyir. 6 və 7-ci abzaslar bir abzas şəklində verilməli idi. 6 və 7. Baxıram 6-ya. Qəzənfər Xalqov sənətkarlardan biridir. Sonra deyir ki, Azərbaycanın Milli İncəsənət Muzeyində unudulmaz sənətkarın Firdovsinin dəfni və Nizaminin portreti əsərləri məsəl üçün sərgiyə çıxarılıb, göstərilibdir. Dəxlisi varmı? Xeyr, biz onu götürə bilmərik. 6 ilə 7-ni mən bir abzasda verə bilmərəm. Çünki niyə? 6-da konkret danışdı ki, Azərbaycan sənətində onun xüsusi yeri var. 7-də deyir ki, onun sənət əsərləri belə deyək də nümayişə çıxarılıbdır. Yəni bunları bir-birinə bağlayan heç nə yoxdur. Ona görə cavab Y variantı. 24-də, aha, 25 mətndə hansı sualın cavabı yoxdur? Təbii ki, Xalqovun 2 il pedaqoji fəaliyyətdə olmağı görmürük. 26, orada xüsusi yeri var sözüdür. Səhv eləmirəmsə, tünd qara verilən söz o olmalıydı. Onun bizdən mənasını istəyirdi. Onun da mənası nə olacaq? Baxırıq, məcazi anlamdadır, bəli. Bu layihədə öz rolu var deməkdir, doğrudur. 3, 4, bir də 5 tövfəsi. Yəni öz tövfəsini deyib, öz yeri var, öz yerini qoyubdur orada. 3, 4, 5, 27. Mətnlə bağlı fikirlərdən doğru olanı. Rəssamın şəxsi həyatı xeyr, qətiyyən görmürük, getdi. Burada şəxslərdən birinin deyir təəssüfinə yer verilib, bu doğrudur. Təəssüf hissi olan buydu, baxın. Deyir, amma gec olmuşuq, bunu dərk edə bilməmişik. Gülşən deməli, Adıgözəlovun bildirdiyinə görə 5-ci abzasda görürük ki, deyir tez-tez Nizaminin portretini necə yaratmağı barədə danışardı. Sonra deyir ki, çox təəssüf ki, deyir, ondan deyir biz çox şey öyrənə bilərdik. Yəni Xalqovdan. Burada bir konkret təəssüf görürsən. Deməli, götürərəm. 28. Mətnə əsasən bu hökmü dəqiq deyə bilmərəm. Nə olar? Xalqovun Nizami əsərlərlə dərindən tanış olub, doğru fikirdir. 39-a qədər Nizami portretini yaradan olmayıb, xeyr, niyə olmasın ki? Baxın, deyir, Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində şairin bədii obrazının yaradılmasıyla bağlı müsabiqə olur. Demir ki, onun portretini yaradan olmayıb. Deməli, müsabiqə elan olunubdur, kimlərsə yarada bilərmiş. Sadəcə yenidən müsabiqə elan olunur ki, görək kim ən gözəl yarada bilər. Yəni, evdə olan hər hansı bir adam da qaraqura eləyə bilərdi. Ona görə bu doğru fikirdir. Bunu da sildik. Cavabımız qalacaq orada. Səhv eləmirəmsə, burada olmalıydı. B variantı. 28-ə B. 29. 7-ci abzasda qarşısına rəqəm yazılanların deyir ki, sözləri yazın. Azərbaycan Milli İncəsənət Muzeyində sənətkarın Firdovsinin dəfni, Nizaminin portreti əsərləri əks olunubdur. Bunu yazaram konkret orada. Bir də nə yaza bilərəm? Orada baxaq görək. İstintaq davam edir. Bədii filmlərin çəkilişinə quruluşçu rəssam kimi çıxış edir. Qutardı. Bu iki fikri yazdıq. Sonra 30 çərçivədəki sözü tapın deyir. Uzun illər idi. Deyir ki, mətndən fərqli anlamda qarşılığı odur ki, uzunun fərqli qarşılığı bunu yaxşı qurmayıblar sualı. Yəni sən ona həqiqi işlədə bilərdin. Uzun illər, tutaq ki, onun uzun nə bilim biz uzun yol getdik. Belə bir şey yaza bilərdim. Və yaxud da onun çox uzun boyu var, çox uca boyu var. Bu kimi ifadələri yazsaq bizə kifayət idi.